hərdən moizə eləməyə gəlsən, moizə olunursan. Allah orada ayıldır. Mən məsələn bu yaxınlarda bir şəhid məclisində idim. Orada məni getmişdim ki, mən moizə eləyim, ana məni moizə elədi. Ana məni moizə elədi, şəhid anası. Çox təsirli danışırdı, amma qəlbi ilə danışırdı, hiss olunurdu həqiqətən. O deyirdi mənə ki, bir neçə dənə qardaşlar da yanımda idi. Dedi ki, mənim oğlum çox yaxşı uşaq idi, belə danışırdı mənimlə. Mənə dinləyirdim. Dedi, sən necə uşaq idi? Deyirəm, necə? Deyib, bax, bala, bir nəfəri unutmaq istəyirsənsə, nəsə bir pis hadisəsini xatırlamalısan, düzdür? Deyirəm, bəli, ana. Bir nəfər unutmaq istəyirsənsə, bir pis bir şey fikirləşirsən onun haqqında, pis xatirəni. Nə olursan? Asıl unudursan da onu. Dedi, vallah, bala, bu uşaqla bağlı bir dənə pis xatirəm yoxdur mən. Ondan sonra başladı danışmağa. Dedi, bala, evə gələndə deyir, gələrdi ayla, əylərdi, düşərdi ayağıma, öpərdi əllərimdən. Ondan sonra mənə deyərdim, bala, niyə belə deyirsən? Deyərdi, ana, sən bilmirsən, səndən cənnət iyi gəlir. Bir neçədən söhbət mənə belə elədi. İnanın ki, mən moizə olundum. Mənə özüm təsirləndim. Orada olan qardaşlar, ruhanilər də var idi. Bu bizə təsirləndirdi. O qədər danışdı ki, axırda dostlar, o qardaşlar orada var idi. Ürəkləri tab gətirmədən gəlirlərlə, ana da qurban olun, dayan bəsdir. O qədər ürəklə danışırdı. Dedi, bəs sən Allah da qutar.